Herkese salam dostlar, kanalıma videoma hoş geldiniz. Bu yeni bir videoda karşınızdayım. Videoyu keçməmişdən və kanalda sizə olmaq canlı ola bilərsiniz. Videomu bəyəndinizsə like ata bilərsiniz. Həmçinin dostlar, Telegram kanalımın linkli şərhlərdə paylaşacağım. Burada səhmlər və kriptovalyutalar haqqında şəxsi analizlərimi paylaşıram, məlumatlar paylaşıram, xəbərlər paylaşıram və hər birinizə investisiya barəsində kömək edəcək məlumatları paylaşaraq birlikdə müzakirə edə bilirik dostlar. Səhmlərimizdən də yaxşı miqdarlarda pullar qazana bilirik dostlar. Yəni baxın, yəni Lunar səhmindən görürsünüz ki, izləyicilərimizlə birlikdə yaxşı məbləğlər qazana bilirik. Məsələn, bu Lunar'ı misal gətirdim. Artemis 2 layihəsi ilə bağlı olan bir proyektdir. Bunu sadəcə misal olaraq gətirdim. Yəni hal-hazırda da müharibə qurtarıb, tam vaxtıdır demək olar dostlar. İndi yatırım etmək və yaxud etmək sizin qərarınızdır, lakin ümumi olaraq məsləhət verə bilərəm. Belə dostlar, yəni hətta bugün səhər atəşkəs imzalandı İranla Amerika arasında. Baxın, bu xəbəri neçədə vermişəm? Səhər saat 4-də yəni dostlar. Yəni Azərbaycanda yəqin ki, məndən tez bu xəbər verən bir xəbər səhifəsi yoxdur. Əksinə xəbər səhifəsi deyil, investisiya səhifəsi. Nəticə etibarilə hər bir Azərbaycan səhifəsindən daha tez davrandıq. Bəlkə Türkiyə deməli xəbər saytlarından belə tez davranmışıq. Belə dostlar, gəlin videoya keçək. Bugünkü videoda kriptovalyutalar haqqında müharibədən sonraki vəziyyətdən danışacağıq və bir neçə yeni xəbər var ki, bugün sizlərlə bölüşəcəm bu xəbərləri. Gəlin ilk öncə belə bir şey deyək burada. Bunu USD-yə çevirək. Hə. Deməli, Bitcoin müharibənin atəşkəs olması xəbəri ilə 71 min dollar səviyyəsindən yüksəldisə, Ethereum 2250 dollar səviyyəsindən yüksəldi və ümumi bazar dəyəri, kriptovalyutaların bazar dəyəri 4,6% yüksələrək 2,45 trilyon dollar səviyyəsinə gəldi dostlar. Yaxşı xəbərdir. Bu birinci xəbər dostlar. Deməli, MicroStrategy'nin deməli CEO'su, bildiyimiz CEO'su Michael Taylor açıqlama verdi ki, dostlar, Bitcoin-də 60 min nöqtəsi minimum nöqtə ola bilər, dip ola bilər. Mən də əslində inanıram 60 min nöqtəsinin dip ola biləcəyini. Çünki dostlar, yəni siz Bitcoin-i 5 il əvvəlki ilə müqayisə edə bilməzsiniz dostlar. Heç 3 il əvvəlki ilə də müqayisə edə bilməzsiniz. Çünki yəni hər il bir çox neçə milyonlarla insanın 18 yaşı tamam olur və yaxud hər il neçə milyonlarla insan investisiya sahəsində maraq yaranır, yatırımlar edir. Hər dəfə, hər bir müddətdən bir yeni ETF-lər bazara daxil olur. BlackRock və digər şirkətlər yeni ETF-lər bazara daxil edirlər. Buna görə də Bitcoin-un deməli yeni çıxan deməli coinlərini daha çox alıcı tapır. Həmçinin bildiyimiz kimi MicroStrategy şirkəti, bir çox başqa deməli Bitcoin holding şirkətləri, həmçinin Bitcoin mining şirkətləri davamlı olaraq Bitcoin alışı və yaxud Bitcoin miningi edərək bu deməli blockchainə, bu ekosistemə dəstək verirlər dostlar. Ona görə Bitcoin-u 3 il əvvəllə belə müqayisə eləmək çox səhv bir şeydir dostlar. Belə yəni müharibənin atəşkəs olması xəbəri ilə Bitcoin-un yüksəlişə davam edəcəyini düşünürəm. İkinci xəbərimiz budur dostlar. İkinci xəbərimiz budur ki, SEC, yəni ABŞ qiymətli kağızlar və birja komissiyası kriptovalyuta sektoru üçün yeni tənzimləmə gətirdi dostlar. Tənzimləmə nədir? Tənzimləmə budur ki, deməli artıq kriptovalyutaların bir hissəsi qiymətli kağızlar adlanacaq, bir hissəsi isə əmtia adlanacaq dostlar. Yəni kriptovalyutalar rəsmən rəsmiləşir dostlar. Yəni artıq heç kim deyə bilməz. Yəni deyənlər olacaq indi, amma bu böyük cahillik olar ki, yəni qiymətli kağız və əmtia adlanan məhsula, aktivə siz yalan və yaxud qumar deyəsiniz. Bu artıq böyük cahillik olar. Yəni ABŞ qiymətli kağızlar və birja komissiyasının yazdığı xəbərə görə artıq əmtia və qiymətli kağız adlanacaq bəzi kriptovalyutalardan söhbət gedir və SEC sədri Paul Atkins də deyib ki, bu startap layihələri üçün və ümumi olaraq ekosistem üçün böyük inam yaradacaq və daha çox pul girişinə nəticə gətirəcək.
Üçüncü xəbərimiz budur dostlar. Üçüncü xəbərimiz budur ki, Binance yeni texnoloji addım ortaya qoyur. Nə texnoloji addım? Capital Connect adlı platforma fəaliyyətə başlayır dostlar. Capital Connect nədir? Capital Connect nəticəsində professional traderlər öz strategiyalarını platformada nümayiş elətdirəcəklər və gələcəkdə daha çox traderin, daha çox yatırımcının gəlməsinə, onların öyrədilməsinə gətirib çıxaracaq və bazar dəyəri, kriptovalyuta bazarı, ekosistem böyüyə-böyüyə çox böyüyəcək dostlar. Ona görə də kriptovalyutaları, investisiyaları boşlamağı tövsiyə etmirəm. Yatırım etmək sizin qərarınızdır. Lakin dostlar, böyüyən bir bazarla qarşı-qarşıyayıq və bu bazar bizə çox böyük pullar təklif edir. Yəni çox böyük. Hal-hazırda dünyada olmayan pullardan söhbət gedir ki, bu bazar gələcəkdə o pulları öz yatırımcılarına dağıda bilər. Təbii düzgün yatırımdan, hər tokenə, hər coinə yatırımdan söhbət getmir. Bitcoin, Ethereum, XRP, BNB, Solana, Tron, Dogecoin, deməli Bitcoin Cash, Link, məsələn Zcash, yəni saydıqlarım dostlar özünü təsdiqləmiş və arxasında komanda olan kriptovalyutalardır. XRM də ola bilər, Monerodan söhbət gedir, Litecoin ola bilər. World Liberty Finance hardasa ola bu onun USD variantıdır. Hardasa ola bilər dostlar. Buradadır VLFI. Lakin bu Trumpla bağlı olan bir şey deyə o qədər də çox tövsiyə eləyə bilmərəm. Burada məsələn Tether Gold var dostlar. Tether Gold nədir? Tether Gold sayəsində siz kriptovalyuta üzərindən qızıla yatırım eləyə bilərsiniz. Və yaxud Pax Gold. Bu da qızıla yatırım eləyə bilərsiniz kriptovalyuta üzərindən. Yəni qızılla birbaşa bağlantılı tokenlərdir, hansı ki Uniswap məsəl üçün niyə ola bilər, sonra nə ola bilər, Bitget token ola bilər, Aave ola bilər, Aave ola bilər, bu şirkət səhvindən qarışdırdım, render getdi, KuCoin ola bilər məsələn dostlar, yəni saydığım Gate token də ola bilər, bu Gate birjasının tokenidir, Official Trump sildi. Və digərləri nə var burada, nə var? PancakeSwap var, yəni Cake tokeni var, Dashcoin var. Yəni belə dostlar, bu kimi kriptovalyutalara yatırım edərək əsl yatırım görə bilərsiniz dostlar. Saydıqlarım, yəni hype da var təbii olaraq bunun içində. Saydıqlarım dostlar yaxın müddətdə ya yarısı deməli rəsmiləşəcək ya da bir il, 2 il ərzində hamısı tamamilə artıq seç tərəfindən, ABŞ-ın deməli qurumu tərəfindən tanınacaqlar dostlar. Yəni qiymətli kağızlar və birja komissiyası qurumu tərəfindən demək olar tanınacaqlar. Yəni saydığım kriptovalyutalar və sizə böyük gələcək yatırımı vəd edə biləcək tokenlər və kriptovalyutalardır ümumi olaraq. Belə dostlar, bugünkü video bu qədər idi. Yenə də deyirəm, yatırım etmə və yaxud etmək sizin qərarınızdır. Mən sadəcə xəbərləri çatdırıram, öz investisiya təcrübəmi bölüşürəm və nəyin nə olduğunu öz təcrübələrim əsasında sizlərə çatdırmağa çalışıram. Bugünlük bu qədər dostlar. Videomu bəyəndinizsə like ata bilərsiniz. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşəncək.